Qeyd etmişdik, Anar. Santuşla başladıq, Ayxan Abbasovla davam etdik. 4 oyun əslində Ayxan Abbasovun təyinatı zamanı milli komandamız üçün çox çətin dönəm idi. Yəni, o vəziyyətdə gəl razılaşaq ki, hər məşqçi risk edib millinin baş məşqçi postuna gəlməzdi. Qarşıda 2 Fransa ilə ağır oyun, Ukrayna və İslandiya ilə oyunlar, xüsusilə Fransa səfəri qorxulu görünürdü. Yəni, istənilən baş məşqçinin CV-sinə çox ağır bir məğlubiyyət yazıla bilərdi. Bunu hər məşqçi, əslində biz də mətbəxdə gedən söhbətlərdən hiss edirdik ki, bəzi məşqçilərimizə təklif olsa, bəlkə də tərəddüd edərdilər, bəlkə də dua edirdilər ki, təklif gəlməsin, yəni belə dönəmdə millinin baş məşqçi postuna gəlsinlər. Ayxan Abbasov bu riski göz önünə aldı, bu məsuliyyəti göz önünə aldı. Təbii ki, burada milli komanda amili var idi. Milli komandadan təklif gəlirsə, burada geri çevirmək şansı sıfıra bərabərdir. Bunu hansısa əcnəbi baş məşqçilər götürüb qoy edə bilər. Amma milli baş məşqçi ilə yerli baş məşqçidə belə bir lüksü yoxdur. Həm də nəzərə alaq ki, Ayxan Abbasovun burada bu təklifi geri çevirməsi bizim illərdir dediyimiz milliyə, yerli baş məşqçi gəlsin çağırışına üst çevirməyinə gətirib çıxarda bilərdi. Hansısa qara qüvvələrin əlinə əsas verə bilərdi ki, bu da yerli baş məşqçi çağırdıq gəlmədi. Əslində çox çətin periodda biz yerli baş məşqçiyə üst çevirdik. Ayxan Abbasov əslində təşəkkür düşür ki, belə çətin məqamda sinəsini qabağa verdi, milli komandanın baş məşqçi postunu məsuliyyətini üzərinə götürdü, 4 oyun keçirdik. Yəni, ayrı-ayrılıqda baxası olsaq, 3 məğlubiyyət, 1 bərabərlik qeyd alındı. Fransada, daha doğrusu ilk oyunda Ukrayna ilə 1 xal qazandıq, kifayət qədər yaxşı mübarizə oyun keçirdik. Fransa səfərində hər birimizin Oser faciəsi təhlükəsi vardı beyinlərində. Düşünürəm ki, orada da rəqibin gücünü, səviyyəsini nəzərə alsaq, kifayət qədər layiqli mübarizə apara bilmişdik. Ukrayna ilə səfərdə komanda ən azından bərabərliyə layiq bir oyun keçirdi. İslandiya ilə Bakıdakı 0-2 bir qədər bizi üzdü. O oyunda da müəyyən epizodlarımız vardı, bəlkə xal çıxara bilərdik. Və bugün Fransa ilə tarixində ilk dəfə qol vurduq. Bugünə qədər 15 qol buraxmışdıq, fərqlənə bilməmişdik. Bu milli ilk dəfə bu rəqibin qapısından top keçirməyi bacardı. Ən azından o qol sevincini 30 min azarkeşə yaşatdı. 16 dəqiqə Fransa önündə qələbə sevincini dada bildik. Necə düşünürsən? Bu 4 oyunu ayrı-ayrılıqda müəyyən detalları mən qeyd etdim. Daha çoxunu əldə etmək olardımı? Daha çoxuna nail olmaq olardımı? Yoxsa elə maksimumu bu ildir Ayxan Abbasov sıxıb çıxartdı milli komandada? Mən düşünürəm ki, maksimum bu olmasa da maksimuma yaxını bu idi. Yəni, əgər Bakıda İslandiyada xal alsaydıq, o da daha real idi məncə. Yəni, o şansı mən düşünürəm əldən qaçırtdıq. Çünki Fransdan səfərdə olsa mümkün deyildi, evdə də mümkün deyildi. Səfərdə həmçinin Ukrayna oyunçu birliyi çətin olacaq, məğlubiyyətimiz sarısı o da gözlənilən idi. Amma evdə İslandiyadan xal almaq mən düşünürəm, bu real bir şeydir, o şansı əldən qaçırdıq. Yəni, bunu nəzərə almasaq, qalan nəticələr normaldır. Yəni, düşünürəm, ən azından Ayxan Abbasov millətçi olduğu dönəmdə, belə deyək də bir imtihandan, necə deyim belə, yəni, başı aşağı çıxmadı, üzü qara çıxmadı, belə deyək. Yəni, daha çox top buraxmadı, toparlamağa çalışdı, ən azından başçılar altında komanda qol vurdu. Yəni, Fransa kimi komandaya qol vurduq, Ukraynaya qol vurduq, yəni 3 qol vurduq. Yəni, haradasa belə deyim, mən tərəfdarıyım ki, yəni, davam eləmək lazımdır, yəni ki, ümid edirəm, davam eləyəcəklər. Haradasa müəyyən fikirlər ola bilər ki, bəlkə də yerli məşqçini nəyə görə təyin edirlər ki, birdən əcnəbi məşqçi gələr, milliyə təyinatı olar, çıxar Fransa ilə biabırçı oyun sonra deyərlər növbəti, bir fiyasko növbəti, əcnəbi, bəlkə də ona görə bir növ bir yerli məşqçi təyin olundu ki, nəsə bir biabırçılıq olsa da qoy, yəni yerli məşqçinidir, yəni məsuliyyət altında qalır. Amma o da olsa, Ayxan bunun altından çıxa bildi, ən azı Fransaya, elə deyək, bəzi sözlərə 2 kimi uduzmaqda, yəni bizim də o sözlərə qəbul olmasın da hər mübarizə apararıq. Mübarizə apararıq, yəni hər iki oyunda 3 top normaldır və əsas indirəm hazır olmalıdır Millətlər Liqası. Mən düşünürəm ki, Ayxan Abbasov postunda qalsa və ona da daha da yaxşı şərait yaradılsa, yəni şübhəm yoxdur ki, millini yenidən əvvəlki o D-dən C liqasına qaytara biləcək və bu şansı məncə Ayxan Abbasov yaratmaq lazımdır.